Doktor, qadınlarda keçməyən vaginal qaşıntı şikayətinin altında hansı səbəblər ola bilər? Xahilə xanım, bu şikayətlə pasientlər çox bizə müraciət edirlər. Onlarda hətta müalicə gedəndən sonra, bir müddət keçəndən sonra restivlərin olması, yəni bu prosesin təkrarlanması baş verir. Bunun əsas səbəbləri göbələk infeksiyaları, bakterial vaginoz, hətta bəzi hallarda cinsi yolla keçən infeksiyalar səbəb ola bilər. Bunlardan əlavə bəzən istifadə olunan gigiyenik vasitələr, məsələn, gündəlik istifadə olunan bezlər, istifadə olunan sabunlar və s. son nəticədə allergik reaksiya yaradıb, belə qaşınmaların yaranmasına səbəb ola bilər. Amma qadınlara məsləhətim odur ki, əgər sizdə qaşınmalar varsa və uzun müddət davam edirsə, mütləq şəkildə həkimə müraciət edin. Öz başınıza heç bir şey istifadə etməyin. Bəs öz başına apteklərdən alınan məhsullar ki var, məsələn, şamlardır, mazlardır, bunların istifadə olunması hansı fəsadlar yaradır? Qəti şəkildə bu yol verilməz haldır. Bəzi hallarda ola bilər ki, alınan şamlar və yaxud da mazlar effektiv olsun, ancaq bu inandırıram sizi ki, müvəqqəti bir xarakter daşıyır, yəni müvəqqəti bir haldır. Ola bilər ki, düzəlsin, ondan sonra isə yenidən restiv verir. Ona görə də mütləq həkim qiymətləndirməlidir və ondan sonra isə kompleks müalicə yazılmalıdır. Yəni bir dərmanla, bir şamla və yaxud da bir mazla müalicə aparılmır.